Nərmin qapını açıb evə daxil olanda mətbəxdən gələn səs-küyü eşitdi. Bu kim ola bilər? Çünki əri işdən 6-da gəlirdi. Hətta tez gəlsəydi də belə səs-küyü olmazdı. Salam, hörmətli dinləyicilər. Bugünkü hekayəmiz yenicə ailə qurmuş iki gəncin daxili aləminə həsr olunub. Kanalımıza dəstək olun. Sizdən bəyənmə və abunə, bizdən yeni hekayələr. Ayaqqabısını soyunmadan qulaq asdı. Qadın səsləri gəlirdi. Astaca yaxınlaşıb mətbəxin yarı açıq qapısından içəri baxdı. Mətbəx divanında yataq otağından gətirilmiş balışa dirsəklənib uzanmış qaynanasını, qaz peçin üzərində tavada nəsə hazırlayan və anası ilə söhbət edən baldızını, stulda oturub mətbəx divarında vurulmuş televizora baxan baldızının oğlunu gördü. Onlar yəqin ki, televizorun səsindən qapının açılmasını eşitməmişdilər. Geri çəkilib ayaqqabılarını soyundu və dəhlizdəki pufa əyləşdi. Qəribədir. Onlar üçün qapını kim açıb görəsənə? Axı bu təzə evdə heç olmayıblar. Əgər əri qarşılayıb bura gətiribsə, deməli əvvəldən onların gələcəyini bilirmiş. Elə isə nə üçün ona heç nə deməyib? Əgər desəydi, heç olmasa hazırlıq görərdi. Qonaqları belə lapdan qarşılamazlar axı. Cəmi 4 ayın gəlini olan Nərmin ərinin bu qohumlarını ancaq toy günü görmüşdü. Düzdür, anası toydan əvvəl onun ata evinə elçiliyə gələnlərin arasında olmuşdu. Lakin onda qız ortalığa çıxmamışdı. Universitetdə tanış olan gənclər evlənmək qərarına gələndə ərinin adamları rayondan onların qapısına elçi gəlmiş, hərisini almışdılar. Təhsillərini bitirib işləyən gənclər toy xərclərini özləri düzəltmişdilər. Əvvəl mikrorayonda kiçik bir mənzili kirayələmişdilər. Əri gənc mütəxəssis kimi ipoteka sənəd vermişdi. Lakin maaş tələbata uyğun gəlmədiyi üçün təmin olunmamışdı. Elə orada onları başa salmışdılar ki, həyat yoldaşının da sənədlərini təqdim etsinlər və maaşını göstərsinlər. Bunu edəndən sonra müsbət cavab almışdılar. Artıq ipoteka ilə aldıqları 2 otaqlı mənzilə köçmüşdülər. Mənzil ortabab təmirli idi. İlkin ödənişi 30.000 manatı isə Nərminin qardaşı borc vermişdi. Artıq bir dəfə aylıq ödəmişdilər. Qardaşının borcunu isə gələn aydan ödəməyə başlayacaqdılar. Çünki evə köçəndə də xərcləri çıxmışdı. Dolanışıq üçün demək olar ki, ancaq tələbat olan malları alırdılar. Ərinin atası bir neçə il əvvəl vəfat etmişdi. Ona görə onlar tərəfdən heç vaxt kömək olmamışdı. Nərminin bir qardaşı var idi. Lakin o 2 uşaq atası idi. Xanımı da körpə uşaqlara görə işləmirdi. Anası isə dil ədəbiyyat müəllimi idi. O heç vaxt repetitorluq etməmişdi. Lakin son vaxtlar qızının böyük qənaətlə yaşadığını görüb əlavə dərsə 2 şagird götürmüşdü. Yeniləri üçün axtarışda idi. Nərmin çox qürurlu idi. Qətiyyən anasından pul qəbul etmirdi. Lakin o ət, toyuq, yağ alıb gətirəndə anasının böyük təkidi ilə götürməyə məcbur olurdu. Bu isə onlar üçün böyük kömək idi. Nərmin mətbəxə daxil oldu. Xoş gəlmisiniz, dedi. Baldızı ona yaxınlaşıb, qucaqlaşıb öpüşdü. Qaynanası isə uzandığı yerdən tərpənmədi. Gəlin, xoş günün olsun, sözü ilə kifayətləndi. Qaynananın heç tərpənmədiyini görən qız da ona yaxınlaşmadı. Paltarını dəyişmək üçün yataq otağına keçdi. Mətbəxə gələndə baldızı toyuq və kartof qızartdığı tavanı mətbəx stolunun üstünə qoyub, boşqabları da düzmüşdü. Qaynana isə artıq divanda oturmuşdu. O içəri girən kimi dedi. Gəlin, gəl, otur. Səni gözləyirik. Baldızın toyuq qızardıb, kənd toyuğudur. Sizin mağaza toyuğundan deyil, ye, ağzın dada gəlsin. Qadının bu cür danışması Nərminə xoş olmasa da heç nə demədi. Özünə qaynar çaydan bir fincan çay süzüb əyləşdi. Siz yeyin, nuş olsun, mən ac deyiləm, dedi. Axşam əri gələndən sonra uzun müddət qonaqlarla söhbətləşdi. Nərmin qulaq asır, demək olar ki, söhbətə qarışmırdı. Nəhayət qohumları zalda yerləşdirəndən sonra yataq otağına keçdilər. Yaxşı, danış görüm, qohumların bizə necə gəlib çıxıblar?
Onlar axı bizim bu evi tanımırdılar. Əri özünü eşitməməzliyə vurdu. Öz tərəfində yatağının örtüyünü qaldırıb əyləşdi. Nərmin sualını bir də təkrar etdi. Artıq bu dəfə səsində bir sərtlik eşidilirdi. Əlbəttə, əri bunu hiss etdi. Mən qarşılayıb gətirmişəm, dedi. Sustu, davam etmədi. Bəs onların gəlməyini nə vaxt bildin? O yenə cavab vermədi. Mən başa düşmürəm. Sən niyə cavabdan qaçırsan, deyə soruşdu. Niyə cavabdan qaçmalıyam ki? Mənim bacım əri ilə yola getmirdi, alkaşın biri idi. Axır ki ayrıldılar. Amma o hər gün içib gəlib onları incidirdi. Anam zəng vurub məsələni mənə danışdı. Xahiş etdi ki, gəlib burada bizdə yaşasınlar. Görürsən, uşağın da məktəbə gedən vaxtıdır. Düzəldərik məktəbə gedər. Bacım da bir yerə işə düzəldərik. O zülümlə kətdə yaşamaqdan canları qutarar. Bu sözləri eşidən Nərmini sanki tər bastı. Necə yəni burada yaşayarlar? Məktəbə gedər, işə düzələr. Bu nə deməkdir belə? Bəs sən niyə mənə heç nə deməmsən? Deməli danışırsınız, qərar verirsiniz, amma mənim heç nədən xəbərim yoxdur. Məni fakt qarşısında qoyursunuz. Niyə mənim fikrimi soruşmamısan ki, mən buna razıyam ya yox? Bu mənzil bizim ikimizindir. Sən isə tək qərar verirsən. Mənzil mənim adımadır. Mənə məxsusdur. Deməli, istədiyim qərarı da verə bilərəm. Mən anamı, bacımı darda qoyası deyiləm ki. Darda niyə qoyursan ki? Get rayona, bacını incidən əri ilə danış. Dili razılığa gəlməsə, lazımi orqanlara müraciət elə. Onlar tədbir görər, o heç sənin bacından yaxın da gələ bilməz. Mən heç yerə gedən deyiləm. Anam da, bacım da burada qalacaq. Sən bunu başa düşməlisən. Əgər razı deyilsənsə, çıxıb gedə bilərsən. Səni saxlayan yoxdur. Nərmin donub qaldı. Onun gedə bilərsən, səni saxlayan yoxdur sözləri beynində əks sada verdi. Mənzil sənin adına olsa da, hər ikimizindir. Bu mənzili almaq üçün ilkin ödənişi mənim qardaşım verib. İndi ki, mənim getməyimi istəyirsən, ilkin ödəniş pulunu qaytar, çıxım gedim. Hələ sən sübut elə ki, sənin qardaşın verib. Mənim anam, bacım burada yaşayacaq, bildin? Mənim ailəmi qəbul etməyən qadın mənə lazım deyil. Sonra əri yerinə uzanıb, üzünü divar tərəfə çevirdi. Nərmin yerinə girmədi. Mətbəxə keçib, oradakı divana əyləşdi. Bütün gecəni gözünü yummadı. Ərinin belə rəftarı, çox qətiyyətlə razı deyilsənsə çıx get deməsi, hətta pul məsələsi onu çox pərt etmişdi. Qardaşı pulu onlara qəbzsiz vermişdi. İndi o çıxıb getsəydi də deməli pulları batmalıydı. Başa düşə bilmirdi ki, belə bir adamı necə sevə bilmişdi. Necə onu tanıya bilməmişdi. Onunla birlikdə gələcək üçün planlar quran oğlan hara yox olmuşdu. Əri özünü çox arxayın aparırdı. Heç onun maaşına ipoteka da düşmürdü. Nərminin maaşı təqdim olunandan sonra razılıq verilmişdi. İlkin ödəniş hökmən lazım idi. Bu işdə də qardaşı köməyə gəlmişdi. Bəlkə kim üçünsə bu böyük məbləğ deyil idi, lakin Nərmin üçün böyük idi. Səhər şənbə günü o işləmirdi. Evdəkilər yuxudan durana qədər Nərmin evdən çıxdı. Qardaşının iş yerinə yollandı. Qardaşı texniki universitet bitirmişdi, avtobazada işləyirdi. O demək olar ki, həmişə iş üstündə idi. Hələ tez idi. Oturub o gələnə qədər gözlədi. Qardaşı bacısını görəndə çox təəccüblənsə də, bunu üzə vurmadı. Bacısının çiynini qucaqlayıb kabinetə apardı. Elektrik çaydana su doldurub toka taxdı. Kofe çıxardı. Stolun siyirməsindən içərisində piçenya olan dəmir qutunu çıxarıb açdı. Su qaynayandan sonra hərəsinə bir fincan kofe düzəltdi. Kofe içiləndən sonra o soruşdu.
Gəlməyindən başa düşürəm ki, nəsə baş verib. Danış. Məndən heç nə gizlətmək lazım deyil. Nərmin dünən işdən gələndən bəri nə olubsa gizlətmədən hamısını danışdı. Hə, deməli sənə çıx get deyir. Evdə mənimdir deyir. Mən isə pul verməyimi sübut eləməliyəm, eləmi? Qardaşı gülümsəndi. Telefonu çıxarıb bank əlavəsini açıb bacısına göstərdi. Bax, bu mənim kartımdan ayın 14-ü onun kartına köçürülən məbləğ 30.000 manat ipoteka pulu. Ayın 15-də isə o mənə yazıb dedi ki, çox sağ ol, 30.000 pulu köçürtdük, ipotekamıza qol çəkildi. Bax, bunu da saxlamışam. Bilirsən, o hələ yetişməmiş, bir iş görməmiş, bərkə boşa düşməmiş, ağzı qatıq kəsməyənin biridir. Gəl səni aparım, şeylərini yığ hazırla. Sonra mənə zəng vur, gəlim səni aparım amanın evinə. Anamız bilir? Yox, bilmir. Eybi yox. Elə telefonda heç nə demə, onsuz da bugün işləmir. Biz gedəndə yəqin ki, evdə olar. Maşını işə salıb bacısını evinin qarşısına gətirdi. Get, şeylərini yığ, zəngini gözləyəcəm. Onunla mübahisəyə girmə. O onsuz da dediyini deyibdi. Pul barəsində də heç nə demə. Nərmin öz açarı ilə qapını açdı. Əri də onun qohumları da evdə idilər. Səsləri mətbəxdən gəlirdi. Birbaşa yataq otağına keçdi. Ardınca gələn olmadı. Sözsüz ki, onlar qapının səsini eşitmişdilər. Yataq otağının qapısını örtüb qardaşının nömrəsini yığdı. Heç soruşmadım. Cehizimi də yığım? Yox, ancaq pal-paltarını və bütün sənədlərini. Elə çamadanına paltarlarını qoyurdu ki, qapı açıldı, əri içəri girdi. Görürəm, getmək qərarına gəlmisən. Yaxşı fikirləşmisən? Elədir, getməyin məsləhətdir. Nə deyirəm? Mən sözümü demişəm. Gedirsən, get. Özün bilən məsləhətdir. Və istehza ilə baxıb otaqdan çıxdı. Nərmin onun ardınca baxıb anladı ki, artıq bu adama qarşı heç nə hiss etmir. Nə sevgi, nə nifrət. Onun qəlbində sadəcə olaraq bir boşluq var idi. Sonra hamam otağına keçib oradakı fırçasını, hamam ləvazimatlarını, kremlərini də götürdü. Oğlan evindən gələn yeganə zinniyyət əşyası olan nişan üzüyünü yataq otağındakı trimonun üstünə qoyub evdən çıxdı. O evdə olan müddətdə nə qaynanası, nə də baldızı mətbəxdən çıxmadı. Elə həmən gün qardaşı ilə birgə qardaşının dostunun məsləhət gördüyü ailə münasibətləri ilə məşğul olan hüquqşünasın qəbuluna getdilər. O məsələ ilə ətraflı tanış olandan sonra məhkəməyə müraciət sənədi hazırladı. Həftənin ilk günündən işə başladılar. Məhkəmə bir aydan sonra təyin olunmuşdu. Əri də bildiriş alandan sonra vəkil tutmuşdu. Ən əvvəl hər ikisinin razılığı ilə nikahları ləğv olundu, sonra əmlak bölgüsü üzrə vəkillər çıxış etdilər. Nərminin vəkili asanlıqla evin hər ikisinə aid olduğunu və ilkin ödənişini də Nərminin qardaşının verdiyini sübut etdi. Evdə olan bütün mebel və avadanlıqlar Nərminin cehizi idi, bölməyə ehtiyac olmadı. İlkin ödənişləri dərhal qaytarılacağı halda Nərmin evdə iddialı olmadığını söylədi. Lakin artıq keçmiş əri pulu qaytarmağa imkanı olmadığını bildirdi. Fasilədən sonra hakim evin və 15 illik ipoteka öhdəliyini Nərminə verdiyinin qərarını elan etdi. Nərmin qardaşı ilə bərabər məhkəmə zalından çıxdı. Uzun dəhlizdə qardaşı ayaq saxlayıb keçmiş kürəkəninin gəlməsini gözlədi. O yaxınlaşanda dedi: Sabah saat 10 üçün gələcəm. Sizə məxsus olan əşyaları götürüb açarı təhvil verərsən. Bacımın ceyizindən bir çöp belə apara bilməzsiz, özüm şəxsən baxacam. Sonra Nərminlə birgə məhkəmə binasından çıxdılar.
Maşına oturanda dedi. Hesab et ki, ilkin ödənişi sənə pay verirəm. İpoteka aylıq ödəyəndə pulundan nə qədər çatmasa, üstünü mən düzəldəcəm. Heç nədən qətiyyən narahat olma. Nərmin rahat nəfəs aldı. Sanki dünyanı ona vermişdilər. Gün ərzində ilk dəfə üzü gülmüşdü. Fəxrlə qardaşına baxdı. Gedək, anamız bizi gözləyir, dedi.